Bugünkü müşavirədə biz rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik. Buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyllər, trendlər bəllidir. Bugün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı olan islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edəcək. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Bu barədə bugün danışılacaq və ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. Bizim neft-qaz sahələrində, bağlantılar sahəsində böyük təcrübəmiz var. Həm beynəlxalq şirkətlərlə olan əlaqələr, bizim böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bu həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda, müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman o cümlədən bu məsələdə öz həllini tapıb. Ancaq bugünkü tələblərə təbii ki, bu cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzun müddətli dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimiz. Bu bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, şimal-cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Qeyd etdiyim kimi, transmilli böyük şirkətlərlə iş təcrübəmiz. Bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunur, həm qanunlar tərəfindən, eyni zamanda gündəlik həyatda da görürük, həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edir, o cümlədən Azərbaycanın və burada da deyə bilərəm ki, unikal təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bugün də elə də icra edilir. Və bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rollar oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir. Digər üstünlüyümüz ondan ibarətdir ki, son illər ərzində aparılan işlər nəticəsində biz böyük dərəcədə öz enerji generasiya gücümüzü artıra bilmişik. Təxminən son 20 il ərzində 2 dəfə yaxın generasiya gücümüz artıb və bugün 10.000 megavata bərabərdir.
yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər günəş, külək bugün Azərbaycan reallıqlarını müəyyən edir və hal-hazırda bizim ən azı 2000 megawatt istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu başlıca şərtdir. Onu da bildirməliyəm ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil. Və bugün Azərbaycan özünü tam bütün əsas enerji mənbələri ilə təmin edir. Hətta dünya bazarlarına da onları çıxarır. Və nəzərə alsaq ki, bizim bərpa olunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir. Bu barədə dəfələrlə danışılıb. Gələcəkdə bizim generasiya gücümüz daha da artacaq, imzalanmış kontraktlar əsasında. Ona görə bu üstünlükdən biz səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində artan elektrik enerjisinə olan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı, xüsusilə qeyri-neft sektorunda artır. Və bu ilin yanvar ayında hardasa 8% qeyri-neft sənayemiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Eyni zamanda bildiyiniz kimi yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb xarici tərəfdaşlarla və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi böyük enerji güclərini tələb edir. Fiber optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi enerji infrastrukturunun yanında bu kabellər də çəkilib və hal-hazırda bizi Xəzər dənizinin şərq sahilləri ilə birləşdirəcək fiber optik kabelin çəkilişi layihəsi icra edilir. Ümid edirəm ki, bu il bu başa çatacaq. Beləliklə, şərqə doğru bağlantılar təmin ediləcək. Qərbə doğru isə yeni bağlantılar üzərində biz işləməliyik və təbii ki, bugünkü müşavirədə indi müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir. Digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb. Azərbaycan imkanları, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illər bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycan valyuta ehtiyatlarının bir hissəsi idarə olunur və biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla aparılmış bu yaxınlarda danışıqlarda eyni zamanda bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni, indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma süni intellekt sahəsində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də, bax, dediyim, ən böyük Amerika fondlarının sərəncamındadır. Bu bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada
Amerika hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu xartiya tarixi bir sənəddir. Bu artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər. Nədən ibarətdir? O cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni, bu da bizim üstünlüyümüzdür. Bizim eyni zamanda 10 Avropa İttifaqına üzv ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər. Onlardan bəlkə ən azı bir nəsil geridədir. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir. Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq sənədi imzalanmışdır. Yəni, biz bugün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Yəni, bu bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsaq. Ona görə bundan istifadə etməmək tamamilə qəbul edilməzdir. Bütün bunları nəzərə alaraq artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir. Mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bugün isə mənim sədrliyimlə nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi prioritet təşkil edir. Mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq, tezliklə onu başa çatdırmalıyıq və beləliklə bu sahəyə daha güclü təkan verməliyik. Şimdi bugün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır. Pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kiber təhlükəsizliyi üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da ki, mövcud müavinlərin birinə bu sahə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaq şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır bugündən. Son illər ərzində müxtəlif dövlət qurumları, nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tədbiqlər işlənilib, hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və tədricən yaradılmış platforma və tədbiqlər ləğv edilməlidir. İndi hansı müddət ərzində onu indi mənə təkliflər
təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri MyGov üzərindən həyata keçirilməlidir. Yəni, vahid mərkəz, hər kəs bunu bilməlidir. Həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək ki, bir ünvandan vətəndaşı lazım olan bütün xidmətlər göstərilməlidir. İndi nə qədər buna vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda bugün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlarda ümumi işə cəlb edilməlidir. Yəni, əldə edilmiş nəticələri mən qiymətləndirirəm, amma eyni zamanda bugün vaxt gəlib çatıb ki, bu vahid mərkəzdə birləşsin. Kadr hazırlığına gəldikdə bu əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülüb. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu uzun müddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək. Bu sahədə kadrlara böyük ehtiyac olacaq gələcəkdə də. Və təbii ki, orta məktəblərdə ilkin biliklərin şagirdlərə aşılanması üçün yəqin ki, tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bugün bu sahədə aparıcı rollarda olan ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə bəzi bu sahədə inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, belə adlandırılır, köməklik göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımcı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarda təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Özəl sektora gəldikdə burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Hansı formada özəl sektora biz bu sahəyə daha böyük diqqət göstərməsini təşviq edə bilək, bu barədə də təkliflər veriləcək. Kiber təhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahədə kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiber hücuma məruz qalmışıq. Onun mənbəyini də biz bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən biz qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə fəaliyyət göstərən kiber təhlükəsizlik mərkəzi artıq var. Onun işi daim diqqət mərkəzində olmalıdır. Və təbii ki, artıq qeyd etdiyim kimi bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Və hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin prezidentin nəzarəti altında olması bir çox bizim tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizə olan imkanlar nədən ibarətdir? Mən sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər də indi siz tərəfdən də çatdırılmalıdır ki,
bu sahəyə biz güclü təkan verək. Və qeyd etdiyim kimi fəaliyyət planı hazırlanmalıdır, mənə təqdim edilməlidir və bugün müzakirə edilən və ediləcək, o cümlədən təqdimatda göstəriləcək məsələlər fəaliyyət planına salınmalıdır.